Şəki aşı bişirirəm. Daha doğrusu hazırdır. Şəkli podruqamdan öyrənmişdim. Düyünü dəmləmişəm. Yumurtası hazırdır. Burada da toyuq qaynayır. Baharatlarla bir yerdə qaynatmışam belə. Belə eləyəndə də çox dadlı olur. Aşı da belə dəmləmişəm. Qoymuşam dəmə. Uşaqlar da qəşəng yeyir bunu. Uşaqlara belə yağlı xəmirdən, bir dakika göstərim. Belə yağlı xəmirdən minik kruasanlar edirəm. Arasına da şokolad yağı çəkirəm. Belə çıxır biçib qoyacağam pişməyə. Belə minik bükürəm. Mən marketdəyəm. Tək atomluq olur, çox dadlı olur. Xıç. Uşaqlar da qapıda oynayır. Dedim onlara belə minik atışdırmalıq eləyim. Yesinlər. Birincisini qoydum. Airfryerdə bişiririm. Hardasa 10-12 dəqiqədə tam qəşəng qızarır. Üstünə heç nə çəkmirəm. Özü şişib qabaracaq. Belə tək lokmalıq kruasanlar olur. İndi ikincisini də hazırlayacağım. Çox azca oxlo ilə, bu palka ilə genişləndirirəm. Sonra şokolad yağı çəkib, kəsib bükürəm. Bu qədər sadə. Və 10 dəqiqədə airfryerdə bişir. Olur qəşəng. Tez bazar atışdırmalıq. Bunlar da burada ev düzəldib özünə. Buna bax. Mən ev makinamdan evimi yoxlayıram. Beynirsən? İşte. Bir getir. Sizi çəkirəm. Xanım. Özü kombinimi göstər. Göstər kombinivi. Görürəm, məktəb üçün darıxmısan. Qaralıb qara pişiyim. Biraz da qaralmışsan, zaqar almışsan. Hala başlamayıb da. Birdən 10 saniyə qaldı. Bu da mənim açıqlarım. Qızın içində. Bir də bu qat-qat xəmirdən pizza da eləyirəm. Elə bir dənə belə layını hər bir uşağa bir dənə eləyirəm. Biraz belə yaydım, genişləndirdim indi. Adi pizza sosu, yəni nə istifadə edirsinizsə. Biraz sos vururam. Pendir, üstünə də ki, mənim uşaqlarım ən çox kalbasa xoşlayır. Kapçonlu kalbasa. Biraz ondan əlavə edirəm. Belə lay şəklində bişirirəm. O qədər dadlı olur, belə qabarır. Xırç olur, çox dadlı olur. Yəni qat-qat xəmir ümumiyyətlə çox sevirlər. Yəni hər cürə istifadə edirəm. Şirin, duzlu, börək edirəm, pendir qoyuram, ət qoyuram içinə. Yəni belə fərqli yeyirlər. Mərdinə bir dənə gəlsin, daha sənin işin var da, sən bir dənə eləməyim. Bir də eləsin, aparsın, versin, tutarsın, yesin, öyle bir şey diyorum. Yaxşı, o nəticəsi mənə deyəcək.
Əminə yoxa çıxdı. Oradan mənə bax. Biz gəldik evə. Biraz badımcan, tərəvəz, belə biber, pomidor qızartdım. Belə kartuşkalı qıymalı yemək var idi. Onu qızdırdım. Tez bazar qarpız doğradım. Bu axşam da belə çöldə olduğumuz üçün bütün günü belə tez bazar yaz süfrəsi. Makyaj fırçalarımı belə biraz suya qoymuşam. İndi gətirib bunları yuyacam bir-bir. Hələ adicə suya qoymuşam. Hər dəfə də yuyanda bu qədər kir çıxır. Belə bir üz yuma gelim var. İstifadə eləmirəm. Ancaq elə fırçalarımı yuyuram tez-tez. Bundan yuyacam bir-bir. Hamısını yudum. Oldular mis gibi temiz. Burada geçen kurusun. Yığacağım yerlerine. Hamısı qurudu. Qətmişəm indi yerinə yığmağa. Geçen yığacağım. Bunun için de təmizləmişəm. Hamısını bir-bir sildim. Belə. Çok şey seçtim, attım. Böyle bunlar kaldı. Bu çəkməcəmdə belə. Burada kremlerim var, tonikdir. Bu tonik çox qəşəngdir. Bura qızımın sürməsidir. Bunu özü sildi, təmizlədi, yığışdırdı. Böyle. Bunu da bura qoyalım. Bunları təzə alıb. Bunu da təzə alıb ki, hovuza, dənizə falan gedəndə bikini ilə taxmağa. Qızlar da görüb xoşu gəlir. Bu da belə.